Ərkivan Xeyriyyə Cəmiyyətinin rəyasət heyətinin iclası keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İclasda Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov çıxış edərək iştirakçıları müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edib, ötən il ərzində həyata keçirilən fəaliyyətlərin xülasəsini təqdim edərək qarşıda duran müzakirəsi vacib məsələlərə toxunub. Ərkivan Xeyriyyə Cəmiyyəti 2025-ci ildə çox məhsuldar fəaliyyəti olub. Xeyriyyə Cəmiyyətinin Moskva, Sankt-Peterburq, Kazanda Tataristan nümayəndəliyi yaradılıb. Nümayəndəliklərə sədr və üzvlər seçilib. Xeyriyyə Cəmiyyətinin 5 illik tədbiri olub, 5 illik tədbiri keçirmişik, yubiley yaşını keçirmişik. Futbol komandasına dəstək olmuşuq. Onlarla rayon turnirində birinci yerə qalib gəliblər. O barədə görüşlərimiz olur, burada ziyafət keçirmişik. Tələbələrlə görüş keçirdik və bizim növbəti görüşümüzdə yenidən Ərkivan Xeyriyyə Cəmiyyətinin fəxri prezidenti Məşkur Qasımov çıxış edərək geniş miqyaslı layihələrin icrası üçün Xeyriyyə Cəmiyyətinin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Cəmiyyət yaratmaq istəyiriksə, biz sağlam adamlar, sağlam ərkivanlar hamısı bu cəmiyyətin içində olmalı. Hökman deyil, biz müzakirə edirik də, indi diskusiyadır, müzakirə edirik. Hökman deyil ki, pulla darcı olsun. Bunu da insanlar başa düşməli. Sonra rəyasət heyətinin üzvləri tərəfindən gündəlikdə duran məsələlər diskussiya formatında müzakirə olunub. Fövqəladə vəziyyət şəraitində yardımların təşkili, idmanın inkişafı, təhsilə dəstək, tələbələr üçün mükafatların təsis edilməsi ilə bağlı təkliflər səs çoxluğu ilə qəbul edilib. Xeyriyyə cəmiyyəti var. İndi elə adam var ki, belə deyək, onun bizdə bir nizamnamədə belə şey olmaz, falan olmaz, amma elə ailə olur ki, orada bulunur. Arzularına nail olurlar. Ali məktəb, qızıl medal, fərqlənmə. Amma onların əldə etdikləri arzu edən çoxlu insan var hərəkət. Mənim yanına gedə bilmir. Kasıb ailədandır. Plan məclisi 20 var. İtolqada bu. Biz hər açılara 300 manat verəcəyik. Yanlışdır. Qərar alın, səsə qoyun. Qəbul edin. Biz sevilmir biraz hərəkət edir. İclas iş adamı Abdullah Abdullayev tərəfindən təşkil olunan iftar süfrəsi ilə yekunlaşıb. Allah bizim cəmiyyətin üzvlərini çoxalsın. Hayır,